Azərbaycanın ən qədim dövləti Manna. Manna eramızdan əvvəl 9-cu əsrdə yaranmışdır. Urmiya gölü ətrafında yaranmışdır. Adına ilk dəfə eramızdan əvvəl 843-cü ildə Aşur hökmdarı 3-cü Salmanasarın Mixi yazılı kitabəsində rast gəlirik. Adı bilinən ilk hökmdarı Udakedir. Eramızdan əvvəl 829-cu ildə Aşur hökmdarı 3-cü Salmanasarın sərkərdəsi ilə müharibə aparmışdır. Ən qüdrətli hökmdarı İranzudur. İranzunun dövründə ölkədə canişinlik sistemi yarandı, hakimiyyət irsən keçməyə başladı. Urartun işğal etdiyi bütün Cənubi Azərbaycan torpaqları Mannanın hakimiyyəti altına düşdü. Bundan başqa, eramızdan əvvəl 9-cu əsrdə Urartu Mannanın Gilzan vilayətini işğal etdi. Mannanın paytaxtı İzurtu padşah şəhəri idi. Mannanın atçılıqla məşğul olan vilayəti Subi vilayətidir. Aşurlar onu İlxeyva adlandırırlar. Mannanın əsasını təşkil edən vilayət Zamua vilayətidir. Lullubilər ölkəsi adlanır. Mannalar türk mənşəlidir və bunu Ulusunu və Azanın adları da sübut eləyir.